Əgər siz də kriminal hadisələr sevirsinizsə, buradan takip edib mənə dəstək ola bilərsiniz. Bu adam sadəcə bir qatil deyil. O özünü qədim bir Misir tanrısının xidmətçisi hesab edirdi. Üzündəki hər bir tato, bədəninə verdiyi hər bir zərər bir məqsəd üçün idi: qan tökmək. Bu gün sizə tarixin ən qəribə cinayətkarlarından biri olan Niko Jenkins haqqında danışacağam. Nikonun hekayəsi hələ 7 yaşında ilk dəfə məktəbə bıçaq gətirəndə başladı. Həyatının demək olar ki, hamısını islah müəssisələrində və həbsxanalarda keçirdi. Lakin 2013-cü ildə 10 illik həbsdən çıxdıqdan cəmi bir neçə gün sonra Omaha şəhəri kabusu yaşamağa başladı. O həbsxanadan çıxanda islah olunmamışdı. Əksinə, daxilindəki canavarı tamamilə sərbəst buraxmışdı. Cəmi 10 gün ərzində Niko heç bir günahı olmayan 4 nəfəri vəhşicəsinə qətlə yetirdi. Onun üçün qurbanların kim olduğu vacib deyildi. O bu cinayətləri qədim ilan tanrısı Apofis'in əmri ilə etdiyini iddia edirdi. Hər qətil onun üçün bir qurban idi. Məhkəmə prosesi isə bir sirk tamaşasına bənzəyirdi. Niko məsuliyyətdən qaçmaq üçün dəli rolunu oynamağa başladı. Öz dilini ilan dili kimi 2 yerə böldü. Alnına tərsinə 666 rəqəmini həkk etdi. Hətta həbsxanada öz cinsiyyət üzvünü belə kəsərək Apofisə qurban verdiyini dedi. Lakin həkimlər və hakimlər onun xəstə deyil, sadəcə manipulyator və soyuqqanlı bir qatil olduğuna qərar verdilər. Nəticədə Niko Jenkins Nebraskada ölüm hökmünə məhkum edildi. Əlavə olaraq 450 il həbs cəzası verildi. Bu gün o hələ də edamını gözləyir. Bəs sizcə Niko həqiqətən psixi xəstədir, yoxsa sadəcə ölüm cəzasından qaçmaq üçün bu oyunları qurur? Fikirlərinizi yorumlarda yazın və bu seriyanın davamı üçün izləməyi unutmayın.